Salamlar. Bugün sizlerle birlikte kitap okuyacağım. Ama hangi kitap? Ben size bir kitap almışım bu şekilde. Sherlock Holmes'un Maceralar kitabı. Ben aslında evvel de Maceralar kitabını almak istemiştim. Ama onda gittiğim mağazada aslında iki mağazaya gittim. Birinde hiçbir Sherlock Holmes'un ümumiyyətlə hiçbir kitabı yok idi. O birisinde sadece arxivlərdən ve ölüm ayağında var idi. Ben ise arxivlərdən almağı tercih ettim ve arxivləri aldım. Onu okudum. Bilmirəm part çekmişəm onu ama yani o kadar da çok beğenmedim açıkçası değil. Ama sonra aldığım Uzak Planetin Sirri Zamanın Əsirlər kitabını çox bəyənmişəm. Onlar zaten Reyhan Yusif qızı yazmışdı. Onlar fantastik əsər idi. Amma Sherlock Holmes'un kitabları dedektivdir. Yəni dedektiv əsəri də mən çox sevirəm. Dediyim kimi indi heç oxumamışam. Yəni sizlərlə bir yerdə ilk oxuyacağam. Buna görə də yəni kitabın necə olduğuna fikrim yoxdur. Arxası var. Bu şəkildə arxa yazısı var. Ama ben o birisi kitabda eğer partını çekmişemse demek istəyirəm ki videosunu çekmişemse arkasını okumuştum ve yaxud özüm okumuştum, videoya çekmemiştim ama okumuştum yani. Eyni şeyler yazır çünkü eyni yazısında bu kitaplarını Conan Doyle yazır. Arthur Conan Doyle. Demek onlar Sherlock Holmes ve Doktor Watson ve Baskerville'lerin iti, dörtlerin şahesi. Baskerville'lerin iti. Ben benim kitabıma mektebe vermiştim, meleği göstermeye dostuma. O da bu kitabın Sherlock Holmes ölüm ayağından alıp. Deməli ben ona gösterdim, mesela böyle gösterdim. Sonra o dedi ki de Baskerville'lerin ya o demədi, ayrı olsun deyək ki, Baskerville'lərin iti çox maraqlıdır. Bilmirəm. Ama yəni də Baskerville'lərin iti bu şəkildə görsənir. Bu ortadakı. Nəsə, çox uzatmayaq, oxumağa başlayaq. Mən də bilmirəm. Açıqcası necə kitabdır, yaxşı mı, pis mi, amma İlk cümlesini okumuşam ve dayanamadım. Ben həmişə kitablarda bilirəm. Son cümləni oxuyuram, amma indi də oxuyacağım, oxumadım. Daha oxumayacağım. Nəsə, dostlar, çox uzatmayaq, başlayaq. İlk qapanı sizə atmaq istəyirəm. Bu şekilde ilk böyle. Bu arada diyebildiğim çiftler çok yaşayla parlıyor. Ama ben çok sevdiğim bir şey var. Onlardaki elə bir kitabların arasındaki işarə qoymaq üçün o belə uzun kartlar olur. Onlardan da. Onlar da məncə heç yerdən satılmış və yəni də o da mələkdən soruşdum, mələyə vermişlər. Aslında kitabın içinde vardı. Sherlock Holmes ölüm ayağında kitabın içinde vardı. Onlar çox vaxt 28'də olur. Yəni də belə zeka mağazalarda olmur, qoymurlar. Amma yəni də mən də 8'e gitmeye çok da fürsət olmur. Aslında anam gelir ama onda da yəni də ayağım evdə tək qala bilmir. Ona görə anamla ayağım gedir, mən evdə tək qalıram. Ona görə də kitabı seçəmirəm. Ona görə də 28'den kitab ala bilmirik. Belə, mən həmişə belə də məktəblə, 177 nömrəli məktəblə üzbəyiz zəka var, oradan alıram bütün kitabları. Aslında mən demək olar ki, hər şeyimi oradan almışam da, yəni. Bu şəkildə. İndi başlayaq. Aslında bu kitab da qiyməti çox uyğundur. Reyhan Yusif qızının kitabı. Reyhan Yusif qızının kitabı 6.50'ye 7 manataydı. Bunlar çok bahaydı. Ama bu 5 manatadır. Yəni də yaxşıdır qiymətcə. Amma mənə 28'den aldı da o da 5 manat almışdı. Yəni deyə bilməliyik ki, zəka əslində bəzi mağazalar deyə sadəcə zəkadan tutmuyor. Bəzi mağazalar biraz məsələn 28'ə
görə biraz baha satırlar. Amma onlar da yəni aldıqları qiymətin bir üstünə satırlar. Onlara heç nə demək olmaz sadəcə. Amma bu uyğundur da, yəni 28-də də 5 manatadır. Burada da 5 manatadır. Yəni bu kitabda dəyişiklik olmayıb. Bilmirəm o bir Sherlock Holmes'un kitabında neçə manataydı. Çünki onu aynı mağazadan almışdım. Deyəsən o 4 manataydı. Amma tam bilmirəm. Tam bilmirəm. İstəyirsə gedim çıxım, amma ora çox yüksəkdir. Çıxmalıyım. O kadar çox kitab var ki, seçmək çətin olur. Deməli dostlar, geri qayıtdım mən. Deməli bu. Nə demək istədiyim budur. Baxın. Sherlock Holmes'un maceraları. Şimdi elimdə deyil. Ay biraz yumaqdır. Nəsə bu şəkildə. Görüm neçə manatadır. Ay baxmaq istəmirəm. 5 manat. Demək olar ki Sherlock Holmes'un kitabında, amma bu biraz qalındır. Yəni bu 206 səhifədir, bu 189 səhifədir. 159 səhifədir. Yəni aralarında fərq var. Bunları rəfədə edəcəklər. Rəfim oldu da biraz sonra rəfim olacaq. Çox gözəl qalardı. Neyse 6 dəqiqə müzakirə edirik, başlayaq. Açıram dedim sizə. Mündəricatı. Bunların elə biləcəm mövzular çox azdır. Amma uzundur. Amma o birisilərdə çox idi. Qısa-qısaydı, amma bəzilərdə uzun idi. İlk şeyimizlərdə görək. İlk Bohemada qalma-qal. Bohema. Yaxşı söz. Kitabların öz yaxşı cəhəti var ki, bu şəkildə gözlüyüm hanım. Göz çıxmadı. Mənim təsdiqlərim. Ay, nədir o? Kitabların bu şəkildə yaxşı cəhəti var ki, bilmədiyiniz söz altında qeyd edilir mənasını. Nəsə, adı nə idi? Bohemada qalma-qal. Bir deyə başlayaq. Bu şəkildə ilk yerim. Başlayaq. Allah bəyənərəm kitabı. O bir kitabı çox da bəyənməmişdim bu kitabı. Ama çok da post yapıştırmıştım nədənsə. Deməli, Bohemada qalma-qal. Mən görürsünüz. Yaxınlaşır mənə. Görürsünüz. Bohemada qalma-qal. Evlərindən sonra Holmes'la az-az görüşürdüm. O hələ də Baker Street'dəki köhnə mənzilimizdə yaşayır və müxtəlif cinayət işləri ilə maraqlanırdı. Dostum öz istedadını xüsusilə polisin üstünə açmaqda aciz qaldığı cinayətləri araşdırmağa sərf edirdi. Bəzən Holmes barədə qəribə şayiələr eşidirdim. Məsələn, güya onu hansısa qətlə bağlı, hətta Odessaya dəvət ediblər. Ya da o, Niderland kralının sarayındakı hansısa sirri çox incəliklə çözüb. 1880-ci il mayın 20-sində axşam bir xəstənin müayinə edib qayıdarkən Baker Street'ə baş çəkdim. Dostum əllərini belinə qoyub iti addımlarla var-gəl edirdi. Məni gördükdə tövrünü pozmadı. Hətta soyuq qarşıladı. Bununla belə hiss elədim ki, əslində gəlişim onun ürəyincədir. Holmes əlinin hərəkəti ilə mənə oturmağı yer göstərdi. Özü isə buxarının qarşısında dayanıb dedi: "Evlənmək sizə düşür, Watson. Axırıncı görüşümüzdə bu yana axı 7 funt yarım kökəlmisiniz." Deməli, funt sözünə baxırıq. Çünki bu söz
Fund sözü burada altında mənası yazılır. Fund İngiltərədə tədribən 400-450 qrama bərabər qədim kütlə var. Bunu da sizin harasa yazıb qeyd eləməsini çox istəyirəm. Çünki bəzi yerlərdə sizin qabağınıza mənim kimi çıxa bilər. 7. Mən düzəliş etdim. Bəlkə daha çox. Deyəsən, yenə həkimliklə məşğulsunuz. İşləmək fikrində olduğunuzu mənə deməmişdiniz. Bunu haradan bildiniz? Yoxsa unutmuşsunuz? Mənim işim görür, nəticə çıxarmaqdır. Hətta istəyirsiniz bir qədər əvvəl İslamı cücəyə dönməyinizdən, qulluqçunuzdan isə həssiz pinti olmağından danışım. Əziz Holmes, daha sizə sözüm yoxdur. Əgər bir neçə əsr əvvəl yaşasaydınız, yəqin ki, sizi cadugər bilib tonqaldan yandırardılar. Cümə günü şəhər kənarına getmişdim. Bərk yağış yağdığından üst başım yaxşıca islanmışdı. Lakin kostyumu dəyişmişəm. Üstümü yağışın izi tozu da qalmayıb. Qulluqçum isə həqiqətən də pintinin biridir. Arvadım buna görə dəfələrlə onu xəbərdarlıq eləyib. Ancaq xeyri yoxdur. Odur ki, işdən çıxarmaq istəyir. Başa düşmürəm. Bütün bunları siz haradan bilirsiniz? Holmes gülümsəyib dedi. Gözümdən heç nə yayınmır. Ayaqqabınızın sol tayı altı yerdən paralel şəkildə cızılıb. Bu cızıqlar ayaqqabıya yapışan qurumuş palçığı qopararkən ehtiyatsız davranmaqdan əmələ gəlib. Bundan 2 nəticə çıxır. Birincisi, siz yağışlı havada küçədə imişsiniz. Deməli, o ki var, islanmışsınız. İkincisi, evinizdəki qulluqçu pinti və diqqətsiz olduğu üçün palçığı təmizləyərkən ayaqqabıya zərər verib. Üstəlik otağa yadoforum təzə bir söz, yadoforum təbabətdə antiseptik dərman kimi işlənən kəskin qoxulu yod preparatı. Yodoform qoxuyan cənab daxil olursa, sağ qolundakı işarət barmağının dərman ləkəsi varsa və cibində gizlətdiyi stetoskop nədir? Bədənin daxili səslərini dinləməyə imkan verən tibbi cihaz. Ucu görünürsə, bu adamın həkim olduğu, hətta xəstə yanından gəldiyini bilmək elə də çətin deyil. Mən özümü gülməkdən saxlaya bilmədim. Dedim, siz hər dəfə mülahizələrinizi izah eləyəndən sonra fikirləşirəm ki, axı bunlar necə olur ki, mənim ağlıma gəlmir. Axı gözlərim sizinkindən heç də pis görmür. Doğrudan kresloya yayxanan Holmes bildirdi. Lakin məsələ orasındadır ki, siz baxmaqla kifayətlənmirsiniz. Müşahidə aparmırsınız. Baxmaq və müşahidə aparmaq bunlar ayrı-ayrı şeylərdir. Məsələn, siz aşağıdan bu otağa qalxan pilləkənləri çox görmüsünüz. Düzdür, əlbəttə, elə bayaqda həmin pilləkəni qalxmışam. Bəs indiyədək onunla neçə dəfə qalxıb düşmüsünüz? Çox, nə qədər çox. Nə qədər çox. Su içək. Susadım. Gözləyim dəqiqə. 8 dəqiqədir. 8 dəqiqədir kitab oxuyuram. Tamam, kitabın şeyi çox uzun değil. Nə?
Bitmir ki. Bu nədir ha? Ay dostlar, bu gün hamısını bitirəməliyim. Bəs. Hər nəsə dostlar, qalacaqsıdan devam edelim. Mən bugün çox səhifə oxumayacağım. Necə səhifə oxuyacağım? Təxminən 5 səhifə oxuyacağım. 1, 2, 3. Bununla bunu oxuyaq, bitirək, tez oxuyaq. Çünki gecədən mən artıq yatmalıyım. Deyək ki 100 dəfələrlə. Yaxşı, sizcə orada neçə pillə var? Saymamışam. Daha doğrusu əhəmiyyət verməmişəm. Əhəmiyyət verməmisiniz, lakin dəfələrlə görmüşsünüz. Məsələnin mahiyyəti də bundadır. Mən isə orada 17 pillə olduğunu bilirəm. Çünki görməklə kifayətlənməyib, həm də saymışam. Holmes belə deyib bir anlıq susdu və söhbətin axarını dəyişdi. Yəqin ki, yeni işlərimlə maraqlanırsınız. Məncə, bu məktub sizə də maraqlı gələcək. O çəhrayı rəngli zərfi mən uzadıb yenidən dilləndi. Biraz əvvəl gəlib. Zəhmət olmasa ucadan oxuyun. Bəli, başdan deyim ki, məktubun əvvəlində tarix, ünvan və imza qoyulmuşdu. Bu axşam 7:45-də bir cənab çox mühüm məsələ ilə bağlı məsləhət almaq üçün sizinlə görüşməyə gələcək. Avropadakı kral ailələrinin birinə göstərdiyiniz qüsursuz xidmətdən sonra sizə etibar etmək olar. Sizin haqqınızda demək olar, hər kəsdən yüksək rənglər almışıq. Deyilən vaxtdan evdə olun və əgər qonağınız maskadan gəlsə, bunu qətiyyən pis başa düşməyin. Maska ilə gələcək, haqlısınız. Maraqlı işə oxşayır. Mən Holmesla razılaşdım. Əsas olmadan nəsə mülahizə yürütmək təhlükəlidir. Biz hələ heç nə bilmirik. Lakin məktubun stonluğu həqiqətən maraq doğrudur. Siz orada yazılanların hansı nəticədə çıxara bilərsiniz? Mən məktubun kağızını və onun qoyulduğunu zərfi diqqətlə nəzərdən keçirdim. Sonra dostumun mübahisə tərzini yamsılamağa çalışaraq dedim. Məktub varla bir tərəfindən qələmə alınıb. Çünki onun yazıldığı kağızın bir bükümü ən azı yarım krondur. Kronu oxuyaq. Kron bəzi Avropa ölkələrinin pul vaididir. Krondur. Bir sözlə bahalı kağız. Üstəlik bu İngilis kağızı deyil. Ona işıqdan baxın. Mən kağızı işığa tutanda onun üzərində hərfləri diqqətimi çəkdi. Böyük E və kiçik G. Sonra böyük P və G ilə yanaşı kiçik T hərfi aydın görünürdü. Fikriniz nədir? Holmes xəbər aldı. Məncə bu hansısa fabrik sahibinin adı və ya onun monoqramıdır. Monoqram bir neçə hərfin bir-birinə keçirilməsi ibarət hərf hörgüsü. Səhviniz var. Böyük G və kiçik T Almanca şirkət mənasına gələn Geselles. Bu sözü oxuyamadım, amma sizə hərfləyəcəm. G, E, S, E, L, S, C, H, A, P, T. İngilizcə yazılıb. Sözün qısa yazılışıdır. Hələ qısa yazılışı budur. Yəni bizim K-nin qısaldılmış forması kimidir. Əlbəttə ki, P, papier, yəni kağız mənası verir. İndi də eyni çözək. Görək sorğu kitabına nə yazırlar? Bunu deyib Holmes rəfdəki kitabların birini götürüb vərəqləməyə başladı. Eglonitz. Hə, budur. Egeria. Bohemada əhalinin Almanca danışdığı yer. Çoxsaylı şüşə və kağız zavodlarının ilə şöhrət tapıb. Ha. Buna nə deyirsiniz? Bu şəkildə 5 səhifəni tamamladım. Hər gün 5 səhifə oxusam, yumurta bitməz. Yəni də amma bu nə deyirsə 2 yazılıb. Burada 1 yazılmış. Amma bilmirəm.
Yani bu şeylendi. Gözüm görməkdə qalmışdım. Gözüm bir şeylendi. Ha. Ya dostlar 5 portakal tutumu. Şeyle değil, normal şeyle. Ve bu bir bunun bir de bundan sonra. Yani liste sayfa 1, 2, 3, 4, 5 sayfa. 10 sayfa. Ben bunun 5 sayfasını okudum. Yaxşıdır. Ben burada şey tapım, size de onu göstereyim. Günümü size göstermeliyim, eğer tapsam. Aktarmaya başlayayım. İnşallah burada durur, burada. Dostlarım, deməli, nə eləmişəm mən? Bir çılgınlıq yapıb. Baxın, belə kaşoklar yapmışam. Çok kaşokum yoxdur. Ben belədir. Sonra bunun belə yeri var. Bir tane de belə. Ay. Ay, olmaz. Bir tane de belə yeri var. İndi bunun içine şey götürək. Buradadır. Burada gördüğünüz gibi 3 tane var. Bir tane bu. Bir tane bu. Bir tane bu. Bir de bu. Ben bunu götüreceğim. Bu şekilde. Şimdi bunu koyar. Bunu takalım. Şöyle. Sağ olun dostlar. Kanala abone olup like atmayı unutmayın. Bye bye.